Bu yeməyin hələ də adı yoxdur, amma illər öncə özümdən uyduraraq hazırladığım bu yemək illərdir evimizin sevimli yeməyinə çevrilib. Reseptini daha öncə heç bir yerdə görmədiyim bu yeməyi kimə yedirtmişəmsə çox bəyənib. Paxıllıq etməyib reseptini sizinlə də paylaşıram. İlk öncə soğanları qovururam, sonra üzərinə daha öncədən qaynatdığım, xırda doğradığım mal ətini də əlavə edirəm. Bu arada toyuq əti ilə də edə bilərsiniz. Bunlar qovrulana qədər mən də üzüm yarpaqlarını çox da kiçik olmayacaq şəkildə videodakı kimi doğrayıb bura əlavə edirəm. Yarpaqların rəngi dəyişənə qədər bir yerdə qovurub üzərinə ədviyyatlarını da əlavə edirəm. Daha sonra isə uzun düyüsünü əlavə edib ətin suyunu da düyünün üzərinə keçənə qədər tökürəm. Bu etapda bir ədəd limonun suyunu da yeməyə sıxıram. Daha sonra bağdan 6-7 ədəd qırmızı turş alçalardan dərib yeməyin üzərinə qoyuram ki, turşməzə dad versin. İnanın mənə, bu yeməyə çox gözəl bir dad qatır. Yemək suyunu çəkib düyülər bişdikdən sonra hazır olur. Həm doyumlu, həm də dadından doymayacağınız bir yemək alınır. Bu yeməyin adını bilməsəm də dadına bələdəm. Siz olsanız bu yeməyə nə ad verərdiniz? Kommentlərdə yazın.